Salam kanalımın değerli izleyicileri, kanalıma yeni vloguma hoş gelmişsiniz. Bugün mamamgilin həyətindən sizi salamlayıram. Muradı gətirmişəm, gəzmək istirdi. Mamamın bağçasını çəkirəm. Yasəmən gülləri artıq açıb. Mamamgilə yaxın oluruq. Demək olar ki, bir həyətdəyik. Murad, yumurtanı ne yersən? Ne yersən? Yersən? Acmısan? Bişirim yeyirsən? Gedək. Gedək də, get. Artıq Murad burada yeyir yumurtasını, bişirdim onun üçün. Özü də xoşlayır ki, tavada yeməyi. Ona görə mən də hər zaman onu tavada bişirib, elə o tavada da özü yeyir. Pişik cizgi filmini izləyə-izləyə ən sevdiyi cizgi film pişiklərdir. Burada isə uşaqlar üçün hot dog hazır edirəm. Stakanımın ölçüsü 250 millidir. İlk öncə ilıq şəkildə südü qızdırmışam. İlıq şəkildə əlavə edirəm qaba. Ondan sonra şəkər tozudur, bir xörək qaşığı, bir çay qaşığı duz, bir də bir xörək qaşığı quru mayadır. Bunları yaxşıca qarışdırıram. 5-10 dəqiqə gözləyirəm aktivləşəndən sonra digər unla yağı əlavə edib xəmirimi yoğururam. Ümumilikdə xəmirimə 4 stəkan yarım un əlavə elədim. Artıq xəmirimi yoğurdum, qoydum dinlənməyə. Bu arada toyuğun filesini çıxartmışdım çəkməyə. Nəyə görə paylaşıram? Digər vlogumda paylaşmışdım bu qabı alanda. Bir izləyicim yazmışdı ki, əti çəkəndə bizimlə paylaşsaz görək necə ət çəkir. Ona görə mən də dedim çəkim, paylaşım, izləyicim də baxsın. Ətin üzərinə bir balaca kartof, bir balaca soğan da əlavə elədim. Burada isə kotlet hazır edirəm. Bir yumurta, 2 xörək qaşığı manna, duz, istiot, biber hamısını birlikdə ətin üzərinə əlavə edib yaxşıca yoğururam. Yoğurandan sonra bu şəkildə kotletlərimi hazır edirəm. Əlimi biraz suya ara-sıra vururam ki, ət yapışmasın əlimə. Bəzən kök olanda yer kökü də əlavə edirəm. İndi köküm yox idi deyə, ona görə belə bu usulla hazırladım. Qoyuram dondurucuda, donur. Ondan sonra yığıram paketlərə. Bir bişirimli edib yığıram paketlərə. Burada biraz sinətim artıq qaldı. Onu da əlavə elədim belə pingvin paketə qoydum. Sonra belə arada qızardıram ya da dolma hazır edəndə istifadə edirəm. Xəmirim çox gözəl qabarmışdı. Artıq burada kündələrə ayırıram.
Kündələrimi ilk öncə bilmədim, biraz böyük tutmuşdum. Sonradan hərəsindən biraz götürdüm. Xəmirim daha da çoxaldı. Bunları sosiskayla hazırladım. Bəzi xəmirlərim çıxartmışdım kündələrdən. Onları da ətdən hazırladım. Sosisikalarımı da ilk öncə qabığını soyub yudum, sonra qoydum qaynadı. Bir balaca qaynara düşən zaman söndürdüm, süzdüm. Sonra belə hazır elədim. Çox gözəl oldu. Ən sonda da üzərinə yumurta, bir yumurtanın sarısı, bir xörək qaşığı süd, biraz da duru yağ əlavə elədim. Üzərinə qəşəngcə çəkirəm. Arxa fonda da cizgi filmin səsi yəqin ki eşidirsiniz. Muradı otuzdurmaq üçün onun üçün cizgi filmi qoymuşam ki sakit dursun. Yoxsa xəmirləri hərəsini bir yana atacaq. Çox aktivdir maşallah olsun. Murad bir yerdə qalmır. Hazır şəkildə yarım saat dinlətdim. Üzərini örtüb, qoy qurumasın, yaxşı qabarsın deyə yarım saat dinlənəndən sonra sobada bişəndə daha da qabarır. Ona görə dinlətsəz daha da yaxşı olar. Əvvəlki iri kündələrimdən çıxartdığım xəmir 6 ədəd kündə oldu. Bunları da ətlə edirəm. İlk öncə əti qovurdum. Heç nə əlavə eləmədim. İstəsəz qovurmaya da bilərsiniz, yəni zövqə görə. Mən xoşlayıram ki, qovuranda daha da dadlı olur. Bu şəkildə hazır etdim. Ən sonda üzərini bıçaqla birazca bölürəm, qəşəng görünsün deyə. Holland pendirim olanda Holland pendiri də əlavə edirəm. İndi yox idi deyə ona görə beləncə sadə hazırladım. Artıq hotdoglarımın bir tavası hazırdır. Göz haqqınızı halal eləyin. 2 tava çıxdı məndə ümumi olaraq. Bir tava belə sosiskalı, bir tava da ətli. Xanımlar, növbəti gündən hər kəsi salamlayıram bir daha. Bugün vlogumun ikinci günü başlatmışam. Burada yoldaşım qoyun qırxırdı. Bu aylarda qoyunları qırxırlar. Çünki yay gəlir, qoyunların tükləri çox uzundur deyə isti olar onlar üçün. Ona görə qırxırlar. Yunların qoyuruq bir kənara. Qonşuda, qohumlar istəyəndə pay veririk. Əvvəllər döşəkləri, yorğanları yunla hazır edərdilər. İndi maşallah olsun, hər kəs hazır alır. Hər kəs öyrəşir hazır yorğanlara. İndi çox da yundan istifadə edənlər yoxdur, azalıb. Əvvələ nisbətən azalıb da. Burada da mən qoyunu qırxıram. Qaçır qoyun. Amma bir tər tuturam. Biraz yoldaşıma köməklik elədim.
Burada isə Muradı evdə yatızdırdım. Sonra gəldim qoyunları otarmağa. Belə təmiz, gözəl mənzərədə qoyunları otarıram. Əmim qızla bacım da mənə dedilər biz də gələrik. Əmim qızı dedi şirniyyat hazırlamışam. Gələndə sizin üçün də pay gətirəcəm. Və artıq şirniyyatını gətirib biz də yedik. Çox sağ olsun. Burada isə bacım oğlu Yunusdur, bir də Murad. 2 nəfər oynayırlar. Maraqlı gəlir, çiçəklər rəngarəngidir. Ona görə onlara maraqlıdır. Bu günlük bu qədər. Gələn vloglarda görüşmə ümidi ilə hələlik.